Ərkivan Xeyriyyə Cəmiyyətinin yaranmasından 5 il ötür. Bu münasibətlə Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Grand restoranında tədbir keçirilib. Tədbir öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov tədbir iştirakçılarına İctimai Birliyin 5 illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verib. Sonra Xeyriyyə Cəmiyyətinin 5 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib. Xeyriyyə Cəmiyyəti kiçik bir heyətlə yaradıldı, amma bu günləri bizim əhatəmiz yüzlərlə ərkivanlı, xeyirxah insanlardır. Mütləq deyil ki, onların hər biri daha imkanlı olsun. Xeyriyyə işin görmək üçün böyük imkanlara deyil, böyük ürəyə sahib olmaq lazımdır. Bəzən kiçik bir maddi dəstəklə xeyriyyə cəmiyyətinə köməklik göstərilir. Bu, insanın qəlbindən, içindən gələn xeyriyyəçiliyi, xeyirxahlığı göstərir. Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti, xeyriyyəçi iş adamı Məşhur Qasımov çıxış edərək son illər qəsəbədə görülən geniş miqyaslı xeyriyyə işlərindən və qarşıda duran planlardan danışıb. O, hər bir ərkivanlını qəsəbənin sosial rifahı naminə xeyriyyə cəmiyyətində fəal olmağa çağırır. Bizim amalımız bu dövlətin amalı ilə, dövlətin siyasəti ilə paralel gedir. Yəni biz siyasi işlərə qarışmırıq. Bizim işimiz xeyriyyə işidir. Amma biz dəstəkləyirik. Ölkəmizdə baş verən bütün mütərəqqi fikirləri, prezidentin fikrin hər zaman dəstəkləyirik. İmkanı böyüdür dövlətin. Dövlətimiz çox qüdrətli dövlətdir. Amma xəbəri yoxdur bizim hansısa küçədən deyək ki, arx tutulub. Gəlin öz arxımızı özümüz təmizləyək. Bu xeyriyyəçilik işi biraz baş ağrı işdir. Kim bu işlərdə bizə dəstək ola bilər, xeyirxah işlərimizdə, sinəsini qabağa verə bilər, gəlib deyə bilər ki, bu işi mən səndən yaxşı görərəm. Biz həmişə ağıllı fikirlərə qulaq asmaya həmişə hazırıq. Hər bir iştirakçı olana Allah Taala can sağlığı versin, böyük imkan versin bundan sonra. Bu dostlarımız hansı ki, fəal iştirak edirlər bu işlərdə. Hikmət müəllim olsun, Qərib müəllim olsun, Qalib müəllim, Allah canını salamat eləsin. Fərəməz müəllim, Qasım Əli müəllim, kimlər indi var qürbətdə kömək edirlər. Allah Taala hamıya can sağlığı versin. Ümumi işlərimizdə hamımıza uğurlar arzulayırıq. Allah bizə ömür versin. Dalın davam edək bu işləri. Çıxış edən ilahiyyatçı Mirtaha Həşimov, elm xadimi Adil Yəhyeyev, iş adamı Abdullah Abdullayev, jurnalist publisist Akif Ağayev və başqaları Xeyriyyə Cəmiyyətinin 5 illik yubiley yaşını təbrik edərək görülən xeyirxah işlərin daha geniş vüsət almasını arzulayıblar. Allah deyir ki, kim mənim yolumda bir dənə yaxşılıq eləsə, mən 10 əvəzin verəcəm. Yəni 1 manat xərcləyəndə Allah Taala 10 manat yetirəcək. Naümid olmayın inşallah. Kimin nə xərcləyibsə Allah əvəzin verəcək. Daha da gözəl işlərə sərf olunur bu. Özümüzdən qabaq göndərdiyimiz əməllərdir. Bu var öləndən sonra göndərsin. Bu isə ölməmişdən qabaq bu əməllər ki gedir, zəxirə olur, ambar olur biz üçün. Hər kəs özünə hesabat verməlidir ki, mən vətənim üçün nə edirəm? Çoxları eləsinlər, niyə belədir, niyə elədir? Danışırlar, amma özünə hesabat vermir ki, bəs mən nə edirəm? Hansı bir daşı götürüb olsa daşın üstünə qoymuşam. Məsələ buradadır. Xeyriyyəçilik elə bir körpüdür ki, bir vəzifədir. Varlılarla, imkanlılarla kasıblar arasında bir körpüdür. Bu xeyriyyə cəmiyyəti də həmən körpü rolunu oynayır. Hər bir kasıb özlüyündə Allah qarşısında imtihandadır. Hər bir varlı da o kasıbı görüb varlığı ilə onunla bölüşməsində vəzifəlidir. Odur ki, biganə qalmaq lazım deyil. Allah Taala bizləri imkan sahibi eləyibsə, imkanlarımız varsa da bölüşməyi də bacarmalıyıq. Yaxşılıqla
açılan qapıya sevgi qonar, məhəbbət qonar. Yəni, hər bir xeyriyyə aksiyasında o qapılar ki döyünür, o yardımlar ki edilir, həmin zaman o insanların qəlbinə donan sevgini heç bir nemət əvəz edə bilməz. Ərkivan Xeyriyyə Cəmiyyətinin cəmiyyətə nüfuzu budur. Yaxşılıq nümunəsi budur. Xeyriyyəçilik təkcə o ərzaq yardımı deyil. Xeyriyyəçilik həm mədəniyyət sahəsində, elm sahəsində, hər bir layihənin həyata keçirilməsində, yəni bütün sahələrə nüfuz etmək gücünə malik ola bilər. Sonra təhsil və idman sahələrində göstərdikləri yüksək nailiyyətlərə görə qəsəbə məktəblilərinə təşəkkürnamə və hədiyyələr verilib. Qəsəbədə mədəniyyət, idman, elm, təhsil sahələrinin inkişafına göstərdiyi dəstəyə görə bir qrup şəxsə cəmiyyət tərəfindən diplomlar təqdim olunub. Beynəlxalq dərəcəli idman ustası Cəbrayıl Cəbrayılov 75, xeyriyyətçi Mahmud Bağırov 60 illik yubiley yaşları münasibətilə təbrik edilib. Daha sonra şair publisist Süleyman Əlisanın Qürbət Cənnət olsa da adlı kitabının təqdimatı olub. Qeyd edək ki, kitab Sankt-Peterburqda yaşayan həmyerlilərimiz, tanınmış ictimai xadim, xeyriyyətçi iş adamları Məşkur və Qasıməli Qasımov qardaşlarının keçdiyi həyat yolundan bəhs edir. Kitabda Qasımovlar ailəsinin milli mənəvi dəyərlərə söykənən yaşam tərzi ilə yanaşı qəsəbənin tarixi, keçmişinə də işıq salınır. Ərkivan Xeyriyyə Cəmiyyətini, onun üzvlərini təbrik edirəm. Çox gözəl işlər görürsünüz. Mən saytlardan izləyirəm sizin gördüyünüz işlərinizi. Arzu edirəm ki, bu xeyriyyə cəmiyyəti böyüsün. Bu xeyriyyə cəmiyyətini artıq böyütmək lazımdır rayon miqyasında. Və bunun daha çox əhəmiyyəti ola bilər məncə. Hərənin öz yolu ilə xeyriyyə işləri görürür. Mən də öz xeyriyyə işlərimi əlbəttə ki, qələmimlə görürəm. 2000-ci illərdən başlanan bir proses bu yaxınlarda başa çatdı. Gözəl bir kitab alındı. Qürbət Cənnət olsa da. Burada, bu kitabda Cəfər müəllim dedi, təkcə Ərkivan deyil. Kitabda nümunəvi ailə modeli yaranmışdır. Əsas məsələ budur. Məşkur müəllim və onun ailəsi nümunəsində nümunəvi ailə modeli yaradılmışdır. Kitab böyük əksada doğurur məncə. İndi siz də oxuyub görəcəksiniz. Əsas məsələ o kitabı oxumaq lazımdır. Milli mənəvi dəyərlərimiz kitabda, dini dəyərlərimiz öz əksini tanımışdır. Sonda mədəniyyət işçisi müğənni Miriç Hüseynov sözləri tanınmış şair, iqtisad elmlər doktoru Rəsmiyə Sabirə məxsus olan Ərkivanın şeirinə bəstələdiyi mahnını ifa edib. 2015-ci ildə belə bir qərara gəlindi ki, Ərkivan haqqında bir musiqi, nəğmə ifa etmək. Nəsə yubandı. Rəsmiyə xanım Sabir də Ərkivanın dəyərli ziyalısı, doğrudan da biz onunla fəxr edirik. Mənim artıq bir 10 dənə serialda, efir məkanda izlənən seriallarda Rəsmiyə xanımın sözlərinə yazılmışdı, Rəsmiyə Sabir. Bu aralarda işlər çox oldu. Bir 4 musiqi yazıldı. Sonuncu variantın musiqisi bunun üzərində dayandı. Pərviz Ağayevə və mənə məxsusdur. Sözləri də ki, Ərkivanın dəyərli ziyalısı. Mən xahiş edirəm, onu da Rəsmiyə Sabirin bir ünvanına alqış gəlsin. Onun da əziyyəti çox oldu. Bugün saat 11-də demək olar ki, son variantın sizlər üçün bu günləri ifa edirəm. Buyurun.